Salam değerli izleyiciler, hoş gördük her birinizi. Kanalımıza destek olanlara çoxlu minnətdarlığımı bildirirəm. Bugün belə bir tort pişirmiştim. İstədim onu da paylaşam sizinlə. Elə bil ki 4 yumurta kırdım, 4 adet. 1 stəkan 200 qramlıq stəkanla 1 stəkan bütöv, bir də az yarısı qədər pesoq, 1 qabartma, 1 vanil, 200 qramlıq stəkanın başından bir parmak yarım duru yağ, bir parmak yarım da qatıq, 2 stəkan da un. Bunun birinin xəmiri bu oldu, bu qədər. Yəni eyni liyər hərəsini başqa qablarda elədim. Birini renk qatdım, birini də kakao qatdım. Yenə 4 adet yumurta, 1 stəkandan biraz da artıq pesoq, 1 stəkanın başı yarım yağ, 1 stəkanın başı bir parmak yağını, yarım da qatıq, bir qabartma, bir vanil, 2 stəkan da un. Bu bunun xəmiridir, ayrı-ayrılıqda. Birinə kakao, birinə də belə skuşonu ilə elədim mən xəmirimi, belə kremimi. Skuşonun rəngi ağda idi. Skuşonun rəngi maloçun rəngdə idi. Ona görə də kremimə rəng qatdım ki, yəni onu ağ çıxmır da, belə o da lap tünd renkli olur. Şokolad da eləmədim elə rəng. Belə narıncı rəngdə belə bir krem hazırladım. Skuşonludur bu. Skuşonu ilə yağ. Elə gözə yarı elədim. Çünki böyük qavdadır skuşonlu. Elə gözə yarı tökdüm. Gözə yarı da yağını. Elə də qarışdırdım. Bu da kremimdir. Renk qatdım. Ona da narıncı rəngdə. Sonra koydum. Bu pişirdiğimiz qablar böyük olur. Ona göre qıraqlarını hamarlamaq üçün dairəvi kəsdim. Hamarlarını da qıraqlarını da ovuntu halında hamarlayandan sonra üzerine tökdüm. Bunu belə biskvit tortlarının üzerine başka heç nə yox, zər tökmək olur. Zər hələ tökməmişəm. Prosta çəkdim. İstəsəniz birdən dedim, yəni zərliyi xoşlamazlar. Əvvəllər çox istifadə edirdim mən zərdən. Dedim birdən istemezler ama siz isteseniz tökebilirsiniz. Zər onun içinde parlaqlıq verir. Yaşıl da var zər, kırmızı da var zər. Kimin nədir zövqü. Qıraqlarına da belə bananla, qozla, belə ovuntularla, arasına kremi vurandan sonra birinci sloyunun arasına skuşonludan elə bir şirəli suyla islatdım. Bir də qoz qoydum kremin üzerine. İkinci sloyunda da yine suyla elədim, amma qozsuz kremi tam şumal olmaq üçün çəkdim. Qozu belə qıraqlarına elədim. Bax, bu da nəticəsi. Belə bugün bir tort elədim. Qoy elə bu mənim pişirdim də tortdur. Mənim, bizim kanalımıza dəstək olanlara, like eləyənlərə vallahi düz ürəklə də deyirəm. Yaxınımda olsanız elə bu tortu sizə kəsərdim də yeyərdiniz, çayla nuş eləyərdiniz. Amma kimi bilmək olur ki, kim hansı ünvanda yaşayır. Elə pişirdim, sayımızı yazmadım. Belə bir tort elədim. Göz haqqınızı da halal eləyin. Kanala dəstək olanlara Allah yenə deyirəm, can sağlığı versin. Hər kəsə bol ruzi bərəkət yetirsin. Əlləriniz, qollarınız var olsun. Bax, bu da belə bizim bugünkü tortumuz. Belə bir tort hazırladım. Yenidən görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın.